Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün 5.3 mövzusunun, yəni elektroskop mövzusunun çalışmalarına baxacağıq. Çalışma 1. Rəqəmlərlə işarələnmiş hissələrin adını yaz. Burada biz elektroskopu görürük. Bir rəqəmi ilə elektroskopun kürəcik hissəsi işarələnmişdir. O zaman buraya biz metal kürəcik yazırıq. 2 rəqəmi ilə metal çubuğu işarələnib. Buraya metal çubuq yazırıq. 3 rəqəmi ilə metal vərəqlər işarələnib. Buraya da elektroskopun vərəqləri yazırıq. 4 rəqəmi ilə isə bu şüşə balon və yaxud da şüşə qab təsvir olunub. Daha doğrusu işarələnib. Buraya da şüşə balon və yaxud da şüşə qab deyirik. Bu 1, 2 və 3 rəqəmi ilə işarələnən elektroskop hissələri metaldır. Bu 4 rəqəmi ilə işarələnən bu qab isə keçirici deyil, yəni də elektrikdir. Onu da bilmiş olaq. Davam edək. Çalışma 2. Elektroskop nə üçün istifadə olunur? Elektroskop cisimlərin yüklənib yüklənmədiyini ortaya çıxartmaq üçün istifadə olunur. Əgər bir cisim yüklənmişsə, onu elektroskopa toxundursaq, onun vərəqləri bir-birindən aralanır. 3. Yüksüz elektroskopun başlığına mənfi yüklü cisim toxundursaq nə baş verər? Əlbəttə ki, bu cisim elektroskopun bu kürəcik hissəsinə toxundurularsa, həm kürəciyimiz, həm də vərəqlər mənfi yüklənər və bir-birindən bu şəkildə aralanar. Əlbəttə ki, cismin bir hissəsi elektroskopa keçmiş olur. Davam edək. Növbəti çalışmamız 4 nömrəli çalışmadır. Neytral keçirici cismi yüklü elektroskopun başlığına toxundursaq nə baş verər? Fərz edin ki, bu iki hala baxın deyir bizə. Birinci halda elektroskop mənfi yüklü olduqda. Fərz edək ki, elektroskopumuz mənfi yüklüdür. Yəni, həm kürəcik hissəsi, həm vərəqlər mənfi yüklüdür. Əgər buraya bir neytral cismi toxundursaq, bu zaman bu mənfi yüklərin bir hissəsi bu neytral cismə keçir. Bu zaman elektroskopun yükü azalar. Onda vərəqlər bir-birinə yaxınlaşmış olar bu şəkildə. O zaman biz yazırıq ki, elektroskopun yükü azalar və vərəqlər bir-birinə yaxınlaşar. İkinci bənddə deyilir ki, elektroskop müsbət yüklü olduqda bəs nə baş verər? Fərz edək ki, bu halda bu yüklər müsbət idi. Yəni, həm kürəcik, həm də vərəqlər müsbət yüklənib. Bu zaman bəs nə baş verər? Əlbəttə ki, bu zamanda da elektronlar, daha doğrusu müsbət yüklər cismə keçir. Əslində, müsbət yüklər cismə keçməz. Müsbət yük elektronların əksikliyidir. Bu zaman neytral cisimdən əslində elektroskopa mənfi yüklər keçər. Amma biz bunu belə düşünə bilərik ki, müsbət yüklər elektroskopdan cismə keçirmiş kimi əlbəttə ki, nəticə etibarilə bir dəyişiklik olmaz. Bu zaman müsbət yüklər cismə keçdiyi üçün elektroskopun yükü azalmış olacaq yenə də. Bu vərəqlər yenə bir-birinə yaxınlaşar. Amma bunu bilək ki, bir cisim müsbət yüklüdürsə, ondan əslində başqa bir cismə müsbət yük keçməz. Yəni, müsbət yük dediyimiz elektronların əksikliyidir. Cisimdən əslində elektroskopa mənfi yük keçər və bu zaman sanki elektroskopun müsbət yükləri azalmış olur. Yəni, elektroskop müsbət yüklü də olduqda o zaman fərz edirik ki, bu müsbət yüklər cismə keçir və yenə elektroskopun yükü azalır. Məsələn, əvvəl müsbət 8 idisə, o cisim toxundurulduqdan sonra elektroskopun yükü olacaq müsbət 5. Məsələn, azaldı yəni. Müsbət 5 Y yazarsan və yaxud da nə qədərsə yük yazarsan, fərq yoxdur. Davam edək. Çalışma 5. Qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çək. Elektroskop eyni yaxud müxtəlif işarəli elektrik yükü olan cisimlərin qarşılıqlı təsirinə əsasən işləyir. Elektroskopun vərəqləri var idi. Həmin vərəqlər eyni yüklə yükləndiyi üçün bir-birindən aralanırdı. Davam edək. Yüklü yaxud yüksüz cismi elektroskopun, daha doğrusu yüksüz elektroskopun başlığına toxundursaq, başlıq ilə vərəqlər eyni və yaxud müxtəlif işarəli yüklə yüklənər. Elektroskopa hər hansı bir yüklü cisim toxundurulduqda, yəni
yüksüz elektroskopdan gedir söhbət. Bu zaman onun vərəqləri ilə başlığı eyni yük ilə yüklənər və əlbəttə ki, biz ona yüklü cismi toxundurduqda bu baş verir. Onda ifadəni bir də oxuyaq. Yüklü cismi yüksüz elektroskopun başlığına toxundursaq, başlıq ilə vərəqlər eyni işarəli yüklə yüklənərlər. Davam edək. Elektroskop yükləndikdə ondakı elektronların sayı dəyişmir yaxud dəyişir. Əlbəttə ki, dəyişir. Yəni elə dəyişən elektronların sayıdır. Proton və neytronların sayında bir dəyişiklik əslində olmur. Bir cismin elektronları o bir cismin elektronlarına keçir. Davam edək. Çalışma 6. Yüklü elektroskopa müsbət yüklü cisim toxundurulduqda vərəqlər şəkildəki kimi aralanır. Vərəqlərin fərzdəki əvvəlki vəziyyəti budur. Yəni zaten bir-birindən aralı idi. İndiki vəziyyəti isə budur. Daha çox aralanmış oldu. Burada biz bunu görürük. Yəni aralanma dərəcəsi artdı. Bu bəs nə vaxt baş verər? Əgər toxundurduğumuz cisim müsbət yüklü cisimdirsə, o zaman elektroskopun əvvəl də müsbət yükü var idi və artdı. Belə başa düşülür. Yox, əgər elektroskop mənfi yüklü olsaydı, o zaman müsbət mənfi elektroskopun yükü azalardı. Deməli, elektroskopun əvvəl müsbət yükü var idi bir qədər. Sən də buna müsbət yüklənmiş bir cisim toxundurdun və bu cisimdən də elektroskopa biraz müsbət yüklər keçdi və elektroskopun vərəqləri bir-birindən daha çox aralandı, həm də kürəcik hissəsi də əlavə yüklə yüklənmiş olur. Yəni elektroskopun vərəqləri bir-birindən daha çox aralanırsa, demək ki, elektroskop eyni yüklənmiş cisimə toxundurulmuşdur və yaxud cisim elektroskopa toxundurulmuşdur. Davam edək. Növbəti çalışmamız 7 nömrəli çalışmadır. Elektroskopun vərəqləri şəkildəki kimi vəziyyətini dəyişib. Əvvəl müəyyən qədər aralanmışdı. İndi isə şaquli vəziyyət alıb. Aşağıdakılardan hansı və ya hansılar doğrudur? 1. Elektroskopun vərəqlərindəki yük azalıb. Əlbəttə ki, yük artsaydı daha çox bir-birini vərəqlər itələyərdi. Azaldığı üçün yəni vərəqlər şaquli vəziyyəti alıb. Deməli, 1 doğrudur. 2-ni oxuyaq. Elektroskopun vərəqlərindəki yük artıb. Əlbəttə ki, bu 1-ə ziddir. Bu səhv olar. 3. Elektroskopun başlığındakı yük azalıb. Vərəqlərdəki yük azalıbsa, başlığındakı yük də azalar. O zaman 3 də doğrudur. 4. Elektroskopun başlığındakı yük artıb. Bu da 3-ün əksidir. Bu da səhv olar. Davam edək. Doğru cavab. Deməli, burada doğru cavabımız 1-3 oldu. Keçək 8-ci çalışmaya. Mənfi yüklü A və B elektroskoplarının başlıqlarını metal çubuqla birləşdirsək, vərəqlərin vəziyyəti necə dəyişər cavabını əsaslandır. Demək ki, 2 də elektroskopumuz var. Bunların ikisi də mənfi yüklənib. Yəni, eyni cür elektroskoplardır. Bu başlıq hissəsinin eyni böyüklükdə olduğunu düşünürük. Hər ikisi eyni yüklə yüklənib. Yəni, mənfi yüklə yüklənib. Burada 4 dənə yük çəkirəm. Vərəqlərdə də hərəsində 2 dənə yük. Amma bu elektroskopda görsəniz, vərəqlər, baxsanız görərsiniz ki, vərəqlər bir-birindən daha çox aralanıb. Deməli, bunun topuzunda daha çox mənfi yük var. Amma hər ikisi mənfi yüklə yüklənib deyir şərtdə. Baxın bu hissədə. Vərəqlərində də daha çox mənfi yük var. Belə çəkək. Bu zaman əgər biz bunu bir metal çubuğu ilə birləşdirsək, fərz edin ki, bir də metal çubuğu bunun kürəcik hissəsindən buraya çəkdik. O zaman elektrik yükü çox olan hissədən az olan hissəyə elektrik yükü axar. O zaman bu elektroskopun vərəqləri bir-birindən bir cüzü aralanar əvvəlki vəziyyətə nisbətən. O biri elektroskopunki isə biraz azalar. Çünki ondan o birisinə yük axını baş verdi. Onun yükü azaldı. Yəni, bax, belə bir vəziyyət alınar. Cavabı əsaslandırın deyir bizə. Cavabı əsaslandırmış olduq əslində. Elektrik yükü çox olan elektroskopdan az olan bu elektroskopa elektrik yükü keçmişdir. Davam edək.
Növbəti çalışma 9 nömrəli çalışmadır. Elektroskopun vərəqlərinin az veya çox meyl etməsi nədən asılıdır? A. Vərəqlərin elektrik yükünün işarəsindən. Xeyr, işarəsindən asılı deyil. İstər müsbət, istər mənfi yüklənmiş elektroskop olsun. Vərəqlər bir-birindən aralanır. Daha çox yüklənərsə daha çox aralanır. B. Vərəqlərin elektrik yükünün miqdarından. Əlbəttə ki, A bəndindəkindən deyil, B bəndindəkindən asılıdır. Vərəqlərin elektrik yükünün miqdarından daha çox yüklənmişsə, o zaman vərəqlər daha çox aralanır. Çalışma 10. Aşağıdakılardan hansı doğrudur? Elektroskopun müsbət yüklənməsi zamanı. 1. Elektronlar cisimdən elektroskopa keçir. Ümumiyyətlə bir dənə elektroskop çəkək. Sadəcə bu kürəcik, mil və vərəqlərin çəkilməsi kifayət edər. Deməli, buna bir dənə cisim toxundurmuşam. Bu zaman elektroskop müsbət yüklənmişsə, demək ki, bu əvvəlcədən müsbət yüklənmiş cisim idi. Bu cisimdən elektroskopa müsbət yük keçər, çünki cisimimiz müsbət yüklənmiş idi. Vərəqlər də müsbət yüklə yüklənmiş olar. Belə. Nə baş verdi? Əlbəttə ki, əvvəl bizim elektroskopumuz yüksüz idi. Buna müsbət yüklər keçdi nə deməkdir? Bundan buna o zaman mənfi yüklər keçmişdir deməkdir. Yəni elektroskopdan cismə mənfi yüklər, yəni elektronlar keçmişdir. Əslində müsbət yüklərin keçməsi yuxarıda da dedik, real bir şey deyil. Sadəcə olaraq hadisəni izah edərkən belə bir ifadədən bəlkə istifadə etmək olar ki, bundan buna müsbət yüklər keçdi deyə. Amma keçənlər isə mənfi yüklü zərrəciklər, yəni elektronlardır. İndi bəndləri oxuyaq. 1. Elektronlar cisimdən elektroskopa keçir. Xeyr, bax görürük ki, elektronlar elektroskopdan cismə keçir. O zaman 1 yanlışdır. 2. Protonlar cisimdən elektroskopa keçir. Ümumiyyətlə protonlar hərəkət etmir. Biz bunu dərhal silərik. 3. Elektronlar elektroskopdan cismə keçir. Bəli, elektroskopdan cismə keçir. Bu bizim elektroskopumuzdur. Düzdür, bu şüşə hissəsini çəkməmişik. Çəkə bilərik bu şəkildə. Deməli, 3-cü doğru oldu. 4-cüyə keçək. Protonlar elektroskopdan cismə keçir. Protonlar hərəkət etmir. Yalnız elektronlar bir cisimdən digər cismə keçə bilir. Davam edək. Növbəti çalışmamız 11 nömrəli çalışmadır. Hansı halda yüksüz elektroskop müsbət yüklənər deyir. 1. Müsbət yüklü cismi başlığa toxundurduqda. Əlbəttə ki, müsbət yüklənmiş cismi elektroskopun başlığına toxundursaq, elektroskop müsbət yüklənər. Normaldır. 2. Mənfi yüklü cismi başlığa toxundurduqda, o zaman elektroskop, çünki elektroskopumuz bizim yüksüz elektroskopdur. Elektroskop mənfi yüklənmiş olar. B bəndi yanlışdır. Davam eləyək. Neytral cismi başlığa toxundurduqda ümumiyyətlə elektroskop yüklənməz. C də səhvdir. Müsbət yüklənər yalnız hansı halda? A halında. Davam edək. Növbəti çalışma 12 nömrəli çalışmadır. Elektroskopun elektrik yükü 0,1 kulondur. Metal naqil vasitəsilə onun başlığını elektrik yükü mənfi 0,1 kulon olan eyni elektroskopun başlığı ilə birləşdirsək nə baş verər? Cavabını əsaslandır. Fərz edin ki, bir elektroskop başlığımız var. Bunun yükü əlbəttə ki, vərəqlərdə müsbət yüklənmiş olacaqdır. Bunun yükü 0,1 kulondur. Əlbəttə ki, qarşısında mənfi yazıram. Sonra burada da başqa bir elektroskopumuz var. Onun da yükü mənfi olsun. Vərəqlər də bir-birindən bu şəkildə aralanıb. Bunun yükü də mənfi 0,1 kulon olsun. Əgər bir naqil vasitəsilə bunları bir-birinə birləşdirsək, o zaman bu naqil vasitəsilə bu müsbət yüklü cisimdən, daha doğrusu mənfi yüklü cisimdən müsbət yüklənmiş cismə, yəni elektroskopa daha doğrusu elektronlar keçər. Elektronlar keçər. Yəni mənfi yüklənmiş elektroskopdan müsbət yüklənmiş elektroskopa və ümumi yük, yəni yükləri toplasaq,
toxunduğu zaman nəticə 0 verər və hər iki elektroskop neytrallaşar. Yəni bu vərəqlərin sonrakı halı belə olar. Həm burada, həm də burada. Yəni neytrallaşmış olur hər iki elektroskop. Çünki eyni qədər mənfi yük ilə müsbət yükü toplayanda nəticəni 0 alırıq. Deməli, bəndlərdə nə deyilir? Bir, vərəqlər daha çox aralanarlar. Vərəqlərin vəziyyəti dəyişməz. Bunların ikisi də səhvdir. Daha çox aralanmazlar. Dəyişər. 3 doğrudur. Vərəqlər şakuli vəziyyət alar. Çünki hər iki elektroskop neytrallaşır. Davam edək. Çalışma 13, yəqin bu sonuncu çalışmadır. Şəkildəki cisim və elektroskopun toxunmazdan öncə elektrik yükü haqda nə demək olar? İki halı müzakirə edin. Nə demək olar? Bax, görürük ki, birinci halda bir cisim toxundurmuşuq elektroskopa, vərəqlər bir-birindən aralanmayıb. O zaman birinci halda biz deyə bilərik ki, cismin elektrik yükü, yəni Q cisim 0-a bərabərdir. Yəni neytral cismi toxundurmuşuq biz elektroskopun başlıq hissəsinə. Bəs ikinci halda nə demək olar? Burada şəkildəki cisim elektroskopun toxundurmazdan öncə yükünü soruşurdu. İkinci halda ola bilər ki, bunlar yəni yenə də nəticə etibarı ilə elektroskop neytraldır. Çünki vərəqlər şakul vəziyyət alıb. Ola bilsin ki, elektroskop müsbət yüklənmiş olsun, daha doğrusu cisim. Elektroskop eyni yük ilə, məsələn, fərz edək ki, burada müsbət 6y qədər yük var idi bu cisimdə. Elektroskopda da əvvəl mənfi 6 qədər, mənfi 6y qədər yük var idi. Burada da mənfi 6y yazıram. Toxundurulduqda həm cisim, həm də elektroskop neytrallaşmış olar. Yəni müsbət 6 ilə mənfi 6-nı toplayıb 0 alıram. Yəni ikinci halda cismin yükü Q cisim bərabərdirsə hər hansı bir yükə, o modulca elektroskopun da yükünə bərabər olmalıdır. Bu Q cisimi olsun, bu Q elektroskop olsun. Bunlar modulca bir-birinə bərabər olmalıdır ki, elektroskop nəticə etibarı ilə neytral hala gəlsin. Yəni onun vərəqləri bu şakuli vəziyyətə gəlsin. Fərqi yoxdur. Burada müsbət 6y oldu və yaxud tərsinə də ola bilər. Bu cismimiz, yəni bu cisim məsələn fərz edək ki, mənfi 10y-dir. Elektroskop müsbət 10y olsa, yenə də cəmi nəyə bərabər edəcəkdir? 0-a bərabər edəcəkdir və nəticədə yenə də vərəqlər bu şakuli vəziyyəti alacaqdır. Bugünlük bu qədər. Növbəti dərsdə görüşərik. Sağ olun.